بارش سسی. تبریز مرا راحت جان خواهد بود، پیوسته مرا ورد زبان خواهد بود. تا در نکشم آب چرنداب و جزیل، سرخاب ز چشم من روان خواهد بود. Qədim zamanda qocaman Təbrizə 8 zəhəddən və 8 qapıdan girmək olurdu. Bu 8 qapılardan biri İstanbul qapısı idi. İstanbul qapısı ya həmən mərdumun dilində deyilən İstanbul qapısı. Təbrizin 8 qapılarından və əlbəttə mühüm qapılarından biridir. Kərvanlar Təbrizdən Osmaniyyə, Türkiyəyə gedərək İstanbul qapısından keçirdilər. Buna görə İstanbul qapısı Təbrizin mühüm qapılarından biri sayılır. Məşrutə inqilabında da İstanbul qapısının məşrutəçilər mərkəzinə və Əmirəqız məhəlləsində olan Səttarxanın evinə İrançılar küçəsi və İranlılar meydan və məscidinə yaxın olduğuna görə bu qapının nizami əhəmiyyəti də olmuşdu. Niyə ki, məşrutəçilərin və Təbrizli mücahidlərin çoxlu döyüşləri səltənəti qoşunla bu qapının yaxınlığında baş verirdi. İstanbul qapısının uca tağ və bürcləri var idi, ancaq indilikdə tağların bir parçası uçmuş. 1392-ci ildə Böyük Təbrizin Məntəqə 8 bələdiyyəsi bu qapını yenidən düzəltməklə ona təzə bir can bağışladı. İstanbul qapısı qoca Təbrizin ən gözəl tarixi binalarından sayılır. Bu qapının tayı Türkiyənin Ərzurum şəhərində də var ki, Təbriz qapısına adlımdır və bu ölkənin tarixi bir nəmadı olaraq görünür. İndilikdə İstanbul qapısında mirasi fərhəngi və şəhərdarının əli ilə əl işləri bazarçası qurulub. در دنیای مدرن اصیل بمانید. سرای